وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُ قَوْلِي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli cemaat, alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası bereketi olsun. Hem de olsun uca Allah'a, Allah Teala bizlere öz nimetinden, öz rahmetinden Ramazan ayına yetişip bu ayda yaşamağa bizleri müvaffak etti. Hakikaten de Ramazan ayı ilin 12 ayı arasında en üstün, en faziletli aydır. Necə ki peygamberler arasında en üstün, en faziletli Muhammed sallallahu aleyhi ve sellem'dir. Necə ki melekler arasında en üstün, en faziletli Cebrail aleyhisselam'dır. Necə ki həftənin günləri arasında en üstün, en faziletli cümə günüdür. Necə ki gündüzler arasında en üstün, en faziletli Zilhicce ayının ilk 10 günüdür. Necə ki meclisler arasında en üstün, en faziletli elm meclisidir. Necə ki geceler arasında en üstün, en faziletli Ramazan ayının son 10 geceleridir. Ayların içerisinde de en üstün, en faziletli ay, içerisinde hayırların, faydaların, bereketlerin bol olduğu mübarek Ramazan ayıdır. Bu aya çatmaq, bu aya yetişmek böyük xoşbəxtçilikdir. Her bir Müslümanın, kişi ve kadın Allah'a dua edip, Allah'tan isteyir, Allah'ım bizi Ramazan ayına yetiştir. Allah'ım bizi Ramazan ayına çıkar. Allah Teala müvaffak etti, köməklik etdi, asanlaştırdı. Bizler Ramazan ayına gelip Ramazan ayına yetiştik. O kadar əzəmətli bir aydır ki bu aya yaşamak, bu aya yetişmek. Böyük İslam alimi İbnül Cevzi rahimahullah deyir ki, eğer qəbir əhlindən soruşulsa ne temenna edirsiniz, ne arzulayırsınız? Onlar Ramazan ayından bir gün geçirmek arzulayırıq deyərlər. Allah Teala bize bu aya yetişmeyi, bu aya çatmağı temennasız bəxş etdi. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellemin zamanında iki kişi hakkında danışılır. Allah Nebisi Muhammed sallallahu aleyhi ve sellem onların emelleri hakkında soruşur. İnsanlar her ikisi de salih emel şəxs sahibi olublar deyirlər. Her ikisi de namaz kılan, her ikisi de oruç tutan, her ikisi de hayır, faydalı iş gören. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem soruşur ki, onların hansı daha çok Ramazan ayında yaşayıp, Ramazan ayında oruç tutup? Deyirlər ki, ya Resulallah, onlar arasında bu şəxs digərindən daha çok Ramazan ayında olup, daha çok Ramazan ayı yaşayıb. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, onda bu şəxs daha üstün, daha faziletlidir. O Ramazan ayında bir il daha artık yaşayıp ibadet ettiğine göre. Bu aya çatmaq xoşbəxtçilikdir. Bu aya çatmaq böyük bir nimət, qiymətli qardaşlar. Lakin bu aya çatmaqdan da daha vacib olanı, daha mühüm olanı bu ayda alemlerin Rabbi olan uca Allah'a ibadet etməkdir. Bu ayda yaşamaqdır. Bu ayda Allah'ın buyurduğu qaydada, Resul sallallahu aleyhi ve sellemin sünnesine uygun, münasip qaydada yaşamaq. Həqiqi bu ayda yaşamaq budur.
Yoxsa ki, çox insanlar Ramazan ayına çatır. Çox insanlar Ramazan ayına yetişir. Amma görürsən ki, onun 11 ayı ilə Ramazan ayı arasında heç bir fərq yoxdur. Görürsən ki, digər aylarda günahlara, halala, harama fikir vermədiyi kimi bu ayda da fikir vermir. Necə gəldi, yeyir, içir, danışır, baxır, hərəkət eləyir. Ramazan hörmətini saxlamır, gözləmir. O, bu ayda yaşamaq deyil, əziz cəmaət. Həqiqətən də bu ayda yaşamaq Allah Taala'nın buyurduğu kimi Ya eyyuhellezine amenu istecibu lillahi ve lirrasuli idâ da'akum lima yuhyikum. Ey iman gətirənlər! Allah və onun elçisi sizləri içərisində həyat olan əməllərə, şeylərə dəvət edən zaman onların dəvətinə cavab verin. Həqiqi yaşayış budur. Allahın dəvətinə cavab vermək, onun əmirlərini riayət eləmək, qadağalarından çəkinmək, buyurduqların yerinə yetirmək, qadağan edib haram etdiyi işlərdən uzaq durmaq. Ha belə Rasul sallallahu aleyhi və səlləmin sünnəsinə uyğun gözəl həyat yaşamaq. Nəyi buyurub, nəyi tövsiyə edib, nəyi xəbər verib, təsdiqləmək, ona uyğun Allaha ibadət etmək, onunla gələn şəriətə müvafiq, uyğun qaydada. Həqiqi yaşayış budur. Ona görə bu aya yetişmək xoşbəxtçiliyidir, lakin daha vacibi bu ayda uca Allaha ibadət və itayət etməkdir. Allah Teala Ramazan ayı gələndə buyurur ki, فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَسُمْهُ. Sizdən kim Ramazan ayına yetişib çatsa, oruç tutsun. Bu ayı oruclu keçirsin. Allah Teala Ramazan ayı haqqında bizlərə xəbər verir. Şəhru Ramazan əl-ləzi unzilə fihil Qur'an hudən linnəsi və beyinatin minəl-hudə vəl-furqan. Ramazan ayı Qur'an-ı Kərimin nazil olduğu aydır. Qur'an-ı Kərim insanları ən doğru yola yönəldir və insanlara haqla batilin, fərqin ayırt etmə göstərir. Bu ay Qur'an-ı Kərim oxumaq ayıdır. Bu ay Qur'an-ı Kərimin nazil olmağa başlandığı aydır. Təkcə Qur'an-ı Kərim yox, digər bütün səmavi kitablar, Tövrat, İncil, Zəbur, hamısı Ramazan ayında nazil olmağa başlayır. Bu ayın fəzilətin bizə göstərir. İmam Zuhri rahiməhullah deyir ki, Ramazan ayı yemək yedirmək və Qur'an oxumaq ayıdır. Ramazan ayı bu deməkdir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayı gələn zaman bir nəfər çağırışçı çağırıb deyir ki, ey xeyir iş görmək istəyən, budur sənin üçün Ramazan ayı gəldi çatdı, ey şər iş görmək istəyən, özünü saxla, sən Ramazan ayındasın. Ramazan ayının, bax, həyatı budur, möhtərəm cəmaət. Xeyir iş görmək üçün, qabağa keçmək, tələsmək, yarışmaq, şər iş görməkdə isə özünü qoruyub, özünü saxlamaq. Bu ayda həqiqi yaşamaq, bax, budur, oruç tutmaq, Qur'an-ı Kərim oxumaq, namazlar qılmaq, zikirlər edib dualar oxumaq. Lakin, əziz cəmaət, bu aya yetişməkdən də vacib, bu ayda Allaha ibadət etməkdən də vacib, bu aydan günahları bağışlanmış halda çıxmaqdır. Bax, əsas Ramazan ayı məhz buna görə var. İnsanın günahlarının bağışlanıb əff olunması. Ramazan ayı sözünün mənası, yəni günahların, xataların salih əməllər etməklə bağışlanıb əff olunması deməkdir. Ramazan sözünün mənası budur. Günahların, xətaların, asiliklərin salih əməllər, yaxşı işlər görməklə yanıb, bağışlanıb, əff olunub silinməsi. Bu ay buna görə var. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Ramazan ayının ilk gecəsində, hansı ki biz ona niyyət axşamı deyirik, cəhənnəmin bütün qapıları bağlanır. Cənnətin bütün qapıları açılır. Şeytanlar zəncirlənir və azğın cinlər zəncirlənirlər.
Bu ay onu göstərir ki, Ramazan ayı rəhmət ayıdır, bağışlanma ayıdır. Bütün bu hədislər onu göstərir. Ramazan ayının hər gecəsində, neçə gecəsi var Ramazan ayının? 30 gecəsi var. Ramazan ayının hər gecəsində uca Allahın bağışlayıb əfv elədiyi bəndələr var. Ramazan ayının hər iftar vaxtında, orucumuzu açanda, bu ayda 30 dəfə biz iftar edirik. Hər iftar vaxtı bağışlayıb cəhənnəm odundan xilas elədiyi bəndələr var. Hamısı onu göstərir ki, Ramazan ayı məhz bağışlanma ayıdır. Bütün bu hədislər, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Mən sama Ramazana imanen və ihtisaben gufira lehu ma taqaddama min zənbihi. Kim fərz və vacib olmağına inanıb etiqad edərək, mükafatını da Allah'tan gözləyərək Ramazan ayında oruç tutarsa, onun günahları bağışlanır. Onun günahları bağışlanır. Mən qama Ramazana imanen və ihtisaben gufira lehu ma taqaddama min zənbihi. Kim Ramazan ayının gecələrində Allah'a ibadət edib, təravih namazlarını qılarsa, onun keçmiş günahları bağışlanır. Mən qamə leylətəl qadri imanən və ihtisaben gufira lehu ma taqaddama min zənbihi. Kim Qədir gecəsini Allah'a ibadətli və itaətli keçirsə, imanla mükafatını Allah'tan umaraq, onun keçmiş günahları bağışlanır. Bütün bu hədislər Ramazan ayının və Ramazanın içərisində olan ibadətlərin məhz bizim günahlarımızın bağışlanması üçün olduğunu göstərir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, oruc qiyamət günü sahibi üçün şəfayətçi olaraq gələcək. Ya Rabbi, bu bəndən məni tuturdu. Yeməyinə, içməyinə, nəfsani istək və arzularına mane oldum. Məni onun bağışlanması üçün səbəbkar et. Allah subhanət hala da oruca icazə verəcək. Onu tutan şəxs üçün bağışlanmanın səbəb olacaq. Quran-ı Kərim qiyamət günü gələcək. Ya Rabbi, bu bəndən məni oxuyurdu. Gecə, gündüz, hətta gecə onun şirin yuxusuna mane olurdum. Qalxıb məni oxuyurdu. Məni onun bağışlanması səbəbkar ilə Quran bağışlanma üçün səbəbkar olacaq. Hamısı bütün bu ibadətdir. İnsanın günahlarının əfv olunub bağışlanması üçün var. Ona görə Ramazana yetişmək xoşbəxtçiliyidir, əsl səadətdir. Ondan da vacibi Ramazanda yetişib Allaha ibadət və itaat etməkdir. Amma ən əsası bu aydan günahları bağışlanmış halda çıxır. Buna görə insanların çalışıb səy göstərməsi. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, kim Allah yolunda bir gün oruç tutarsa, Allah Teala həmin şəxslə cəhənnəm odu arasında eni səma ilə yerin arası boyda xəndək düzəldər. Səma ilə yerin arası boyda xəndək, kanal. Bizim gördüyümüz ən enli kanal Qarabağ kanaldır. Eni də 15-20 metrədir. Və yaxud da o biri kanallar. Amma bir kanal düşünün ki, bir xəndək düşünün ki, eni göydən ta səmaya qədərdir. Bu hələ bir oruca verilən mükafatdır. İnsan bu ayda halbuki 30 gün oruç tutur. Kim Allah yolunda bir gün oruç tutarsa, Allah Teala onu cəhənnəm odundan 70 il uzaqlaşdırır. 70 illik bir məsafə. Yəni 2 saatlıq yox. Bizim ən uzaq getdiyimiz yer Bakıdır. 2 saat, 3 saata çatırıq elə deyir mi? 3 saat da deyir bu. 3 gün də deyir. 3 həftə də deyir. 3 ay da deyir. 3 il də deyir. 10 il də deyir. 70 illik məsafə. Hər Allah subhanət hala istədiyinə bunu daha çox bəxş edir. Bir gün oruca verilən fəzilət. Oruclunun ağzından gələn qoxu Allah yanında mis qətirindən daha fəzilətlidir. Həqiqətən də oruc insanın günahlarının bağışlanması, cəhənnəm odundan xilas olması üçün var. Əs-savmu cünnətun. Oruc insanı qoruyan qalxandır. Nədən qoruyub saxlayır əziz cəmaət? Bu dünyada haramlardan, nəfsani istək və arzulardan, qiyamət günü isə cəhənnəmə atılmaqdan, oda düşməkdən.
Allah Teala deyir ki, Adəm övladının hər bir əməli onun özü üçündür, oruc isə mənim üçündür. Onun mükafatını mən ayrıca verəcəm. Hətta ola bilsin insan bu dünyada kimisə incidib, kimisə haqqına girib, hər birimizin bildiyi kimi həmin insan etdiyi zülmün müqabilində onun salih əməllərindən götürüləcək, kimə ki incidib, kimin ki haqqına girib, kimə ki dili ilə əlinə əziyyət verib, o salih əməlləri götürülüb, arasında paylanacaq. Namazda, ümrədə, zəkatda, həzdə, amma oruca dəyilməyəcək. Oruca dəyilməyəcək, qiymətli qardaşlar. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm günlərin bir günü minbərə qalxanda 3 dəfə amin, amin, amin deyir. Sahabələr təəccüblənirlər. Çünki heç vaxt belə bir hal müşahidə etməmişdilər. Soruşurlar, ey Allahın elçisi, sən nəyə amin dedin 3 dəfə? Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, Cəbrail mənim yanıma gəlib, mənə dedi, ey Muhammed, valideynlərindən hər ikisi, yaxud da biri həyatda ola hələ də cənnəti qazanmayan övlad rəzil rüsvay olsun. Cəhənnəmdə üz üstə sürülsün. De amin, mən də dedim amin. İkinci, ey Muhammed, sənin adın çəkiləndə sənə salavat deməyən şəxs cəhənnəmdə üz üstə sürülsün. Rüsvay olsun. De amin, mən də dedim amin. Ey Muhammed, Ramazan ayına çatıb, bu ayda yaşayıb, bu aydan günahları bağışlanmamış halda çıxan şəxs cəhənnəmdə üz üstə sürünsün, rüsvay olsun. De amin, mən də dedim amin. Mələklərdən olan elçi dua eləyir, insanlardan olan elçi amin deyir. Ən fəzilətli mələk Cəbrail aleyhissalam dua eləyir, ən fəzilətli Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm amin deyir. Sizcə bu dua qəbul olmaya bilər? Ramazan ayı bax buna görə var. Möhtərəm cəmaat. Məhz insanın günahlarının bağışlanmağına səbəb. Bu ayın çoxlu xüsusiyyətləri var. Elhamdülillah, elm əhli, müəllimlərimiz, Allah Teala onları qorusun. Hər iftar məclislərində qeyd edirlər bunları. Ramazan ayı Allah'ı zikr etmək ayıdır. Ramazan ayı çoxlu Quran oxumaq ayıdır. Ramazan ayı Allah'a dualar etmək ayıdır. Ramazan ayı cəmaat olub mehriban olmaq ayıdır. Ramazan ayı, əziz qardaşların xüsusiyyətlərindən biri də fağır fuqaranı, kasıbı küsubu başa düşüb onların halını dərk etmək ayıdır. Məhz orucda hikmətlər var. İnsan oruç tutanda dərk edir, o az qala, o susuz qala, aclıq və susuzluq çəkən insanların halın aqibəti. Onların vəziyyətini bilir. Bəlkə də digər vaxtlarda yadına düşməzdi, dərk eləməzdi. Amma Ramazanda başa düşür ki, aclıq nə deməkmiş, susuzluq nə deməkmiş. Bax, Ramazan bizə belə bir ədəb öyrədir, belə bir dərs keçir. Fağrı, fuqaranı, yoxsulu yadımıza düşüb dərk eləməyimiz. Ona görə də əksər insanlar saxlayırlar zəkatların, sədəqələrin məhz Ramazan ayında verməyə çalışırlar. Ki, qoy insanlar bu ayı və bundan sonraki ayları gözəl, rahat, firavanlıq, əmin-amanlıq içərisində yaşasınlar. Bu ayda olan fitrə zəkatı var. Hansı ki, Ramazanın son 10 günündədir. Bayrama 1 ya 2 gün qalmış çıxardırsan, ərzaq məhsullarından adam başı 3 kilo. Nəyə görə o fitrə zəkatı var? Birinci hikməti odur ki, bütün Ramazan ayında etmiş olduğun səhvlər, xatalar, cahiliyana hərəkətlər bağışlanıb əfv olunsun deyə var. 2, kasıbı, küsubu, fağrı, fuqaranı, yoxsulu sevindirmək var. Onların bayram ab-havaların onların üzərində yaratmaq var. Ona görə qiymətli qardaşlar, baxın, çalışağın bu ayda kasıbları, ehtiyac sahiblərin, yoxsulları sevindirəyin. Onların, necə deyərlər, yaxını olaq. Allah Teala buyurur ki, وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا. Özləri xoşlamalarına baxmayaraq, o xoşlasalar belə miskini, yetimi,
əsri, fağır fuqaranı yedizdirirlər, onları içizdirir. Əsl möminlərə xüsusiyyətidir. İnnəmə nut'imukum livəcihilləhi la nuridu minkum cəzəən və la şükura. Bütün bunları da biz Allaha görə edirik. Nə sizdən sağ ol, təşəkkür, nə də bir dua istəyirik. Ona görə, əziz qardaşlar, əlimiz daima kasıbların, ehtiyac sahiblərinin üzərində olsun. Fağır fuqaralardır, dul qadınlardır, evsiz eşiksiz insanlardır, şəhid anaları, şəhid ataları, şəhid ailələri, həmçinin qazılar, həmçinin xəstələr, onlara köməklik edib, onlara yardım edir. Hətta ola bilsin ki, yəni, cahil həyat yaşasa belə, sən köməkliyi ondan əsirgəmə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mərhəmət etməyənə mərhəmət olunmaz. Mərhəmət edənə Ər-Rahman olan Allah da mərhəmət edər. Siz yerdəkilərə qarşı mərhəmətli, rəhəmli olun ki, göydəki də sizinlə mərhəmətli və rəhəmli olsun. Təkrar təşəkkür edirəm. Allah Teala sizlərdən razı olsun. Uca Allah bütün bu gözəl məclisin təşkil olunmağında səbəbkar olan bütün qardaşlardan razı olsun. Allaha dua edib deyirəm ki, əftara indəkumus saimun və əkələ ta'amukumul əbrar və sallət aleykumul mələikə. Oruç tutanlar sizin bu məclisinizə yemək yesinlər, həmişə sizin evinizə yemək yesinlər, yeməyinizi yaxşı adamlar yesin, mələklər sizin üçün Allahdan bağışlanma istəyib, Allaha dua eləsinlər. Təkrar, Allah razı olsun, uza Allah müvəffəq elədik, görüşdük, bərabər iftar elədik, Allaha həmd olsun. Allah Teala bizi burada görüşdürdüyü kimi Firdevs cənnətində görüşdürsün. Peyğəmbərlər ilə, siddiqlər ilə, şəhidlər ilə, əməl-i salih insanlarla bərabər eləsin. Uca Allah bizi Muhammed s.ə.v-in hovuzun ətrafında cəm olan salih, xoşbəxt, bəxtəvər qullarından etsin. Allah Teala hamınızdan razı olsun. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.